Salam, xoş geldiniz dostlar. 23 may 2026-cı il. Bugün Ukraynada Qəhrəmanlar Günü qeyd olunur. Ukrayna dövləti Qəhrəmanlar Günü qeyd edir. Biz dostumuzun şəxsi fərdi muzeyinə gəlmişik. Bu muzeyin təbii ki, müəyyən eksponatları Ukrayna tərəf götürüb. Yeri gəlmişkən, məsələn, baxmaq olar, Sovet dövründən qalan, bunlarda hər şeylər Sovet dövründən, batinkalara qədər, geyimlərə qədər. Bunlar, deməli, Ukrayna Silahlı Qüvvələrinin götürdüyü ərazilərdə, onların o zirzəmilərindən, səngərlərindən çıxanlardan ama bir şey sizə göstərmək istəyirəm. Bu qatillər ki, var idilər ki, ilkində bu ülkədə xüsusi cinayətlər törətmişdilər. Görürsünüz, onların hamısı, demək, onların başına pul qoyulmuşdur və Ukrayna tərəf hamısı düzdən öldürülməyib, 5'i qalıb. 5'i 10 idilər, 5'i gedib, 5'i qalıb. Demək, onların hamısı sıradan çıxarılıb. Burada ümumiyyətcə baxmalı və görməli məsələlər çoxdur. Burada elə gözəl eksponatlar var ki, bir eksponatı gəzəriz. Bunlar döyüş bölgələrindən gətirilib. Burada gördüyünüz kimi cəvəlliklərin, deməli, qalıqlarıdır. Ümumiyyətcə, tərəklər, dünyasını dəyişən dostlarımız, Allah rəhmət eləsin. Çoxlu maraqlı burada oradan da eksponatlar var. Burada haymaçlar var. Burada Sovet ve qeyri-Sovet silahları var. Hamısından burada istifadə edilir. Ama ben size bir məsələni söz vermiştim. O məsələ də ondan ibarət idi ki, demək, demiştim ki, size göstereceğim şahit. Dostlar, size söz vermiştim ki, şahit İran dronlarını size göstereceğim. Yani size gelir mi? Ne zaman değilim ki, onlardan bizde var, bulduklarımızda. Bundan gördüğümüz o şahit dronunu size göstermiştim. 4 tane kiçik mühərrikdir. Fırlanır, İranlılar bunu Rusiya, təbii ki, qızıl qiymətine satırlar. Bu da bax onlarda yine şahitlerdir. Bak burada da görürsünüz. Sonra Rusların yeni güya özlərinin dediklərinə görə yeni güya kəşfləri və filanlardır. Ama ben size bunu göstermek istiyorum. Bak, yanınıza gəlib deyirdim, İran qızıl qiymətən. Nə var axı burada qızıl qiymətən? Baba adi plasmasdır. İçində motor, bir də aydın ki, bir dənə çipdir, proqramlaşdırırlar. İran bunu deməli qızıl qiymətinə satır Rusiya. Çünki Rusiyada texnologiyalar yoxdur. Bir zamanlar dünya şöhrətli Sovet elmi bu günləri təbii ki, Rus führerinin atalıq qayğısı sayəsində gəlib yenir sıfıra və xahiş edirəm burada da baxın ona. Bu yaramazın, bu yaramaz gətirdi. İkinci Dünya müharibəsinə dünyanı və bu da onların yenə də geranları, nə bilim adlarını fərqli qoyurlar. Molniya, nə bilim nə, orada var, burada var, hamısından var. Və bu muzeydə bizim dostumuz, biz ön cəbhəyə gedəndə ötən il bu günü biz demək, Druşkivkada, Pakrovskada idik. Oradan da biz gətirdik eksponatlar. Düz yadında deyil, nə götürmüşdük. Bax, belə bir yerdəyik bu günləri. Bu gün Ukraynada Qəhrəmanlar Günüdür. Gəlmişik dostlarımızı təbrik eləməyə, yerli həvəslərlə görüşəcəyik. Kimlərəsə təqdimat verəcəyik, kimlərəsə təqdim edəcəyik. Bax, yenə də onların həmin o mühərriklər, motorlar və bunların hamısına bir yerdə İran onlardan böyük pullar alır. Bunlar şahitlərdir. Biləsiniz. Oldu, təşəkkür edirəm. Gün ərzində yenə danışarıq, görüşərik.